Lənkəranda yol qəzası baş verib, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yol qəzası Lənkəranın Boladı kəndi ərazisində yeni salınan və tikintisi davam edən Ələt-Astara magistralında qeydə alınıb. Bakı şəhər sakini 34 yaşlı Zaur Seyfullah oğlu Ferziyevin idarə etdiyi Mercedes markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülən qum topasına çırpılıb. Nəticədə avtomobildə olan Bakı sakinləri 84 yaşlı Humayə Əlibala qızı Fərziyeva və onun oğlu 60 yaşlı Xeyrullah Eynullah oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Lənkəran Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Bakıdan gəldi, kəndə gedirdi. Yolun ortasında qum var idi, mən nə bilim dayım, gəldik, ilişdik ona. İlkin müayinə zamanı yaralılara sol bağzı sümüyünün sınığı, kəllə beyin travması, sağ qabırğanın sınığı diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin versiya kimi qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Yol nəqliyyat hadisəsinin dəqiq səbəbləri isə təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq. Məhəmməd Rzayev, Elşən Əhmədov, Lənkəran.